Dövlət ilk öncə onu deyim ki, Polis Akademiyasına sənəd qəbulları təxminən dekabr, yanvar aylarında başlayır. Dövlət Təhlükəsizlik Akademiyasında da həmçinin 1-ci və 3-cü ixtisas qrupu üzrə aparılır və burada yaş 18 yaşdan, daha doğrusu 17 yaşdan 20 yaşa olan 11-ci sinif abituriyentlərini aparılır və orada da 1-ci və 3-cü ixtisas qrupu üzrə qəbullar aparılır. Amma Dövlət Təhlükəsizlik Akademiyasında sənəd qəbulu dekabrın ortalarına qədər yekunlaşır. Yəni, dekabrın 10-una, 15-nə qədər yekunlaşır, o ilə görə dəyişir. Burada da həmçinin ilkin öncə həkim komissiyasıdır, fiziki hazırlıqdır, ondan sonra sizlə müəyyən dünya görüşü ilə bağlı söhbətlər aparılır. Əgər siz bu proseslərdən uğurla keçirsinizsə, ondan sonra yenə də Dövlət İmtahan Mərkəzinin keçirdiyi 1-ci və 3-cü qrup blok imtahanlarında və buraxılış imtahanlarında topladığınız bala uyğun qəbul olursunuz. Əlbəttə, orada normativ balları keçərsinizsə gəlir. Polis Akademiyasında dediyim kimi balları səsləndirdim. Dövlət Təhlükəsizlik Akademiyasında mənim bildiyim qədər ballar biraz daha yüksək olur. Əsasən 590-600-ün üzərində olur ballar, keçid balları və hər iki o qurumu da bitirəndə sizi dövlət tərəfindən işlə təmin edilir. Əziz abituriyentlər, əziz valideynlər, biz hal-hazırda zəfər kursları olaraqdan həm Polis Akademiyasına, həm Dövlət Təhlükəsizlik Akademiyasına və digər akademiyalara hazırlıqlarımız var. Əlbəttə, bu hazırlıqlar Dövlət İmtahan Mərkəzinin proqramına uyğun 1-ci, 3-cü ixtisas qrupuna uyğun olaraqdan aparılır və həmçinin idman normativlərini ən önəmli şərt odur. İlk öncə o normativləri keçməlisiniz. Keçmək istəyənlər də həmçinin müraciət edə bilər. Sırf o sahədə sizi fiziki təlim, daha doğrusu belə deyək də, fiziki hazırlıq normativlərinə hazır hala gətirəcək, sizi belə deyək də, məşqlər etdirəcək və sizin fiziki hazırlığınızı yetərli səviyyəyə gətirəcək müəllimlər var ki, hazırlaşdırarıq. Bunun üçün əlaqə saxlayırsınız mənimlə. Əlaqə nömrəm 077 308 57 57 və biz sizə köməklik eləyirik. Mən də belə məsləhət görərdim ki, bu hər iki akademiya qəbul olmaq üçün ən az 2 il, 3 il hazırlıq lazımdır fənlər üzrə və yəni 1-ci və 3-cü qrupu fənlər üzrə hazırlıq lazımdır. Ən azından 9-cu və 10-cu sinifdən etibarən 5 fən üzrə ana dili, riyaziyyat, ingilis dili, tarix, ədəbiyyat 3-cü qrupdadır. 1-ci qrupda isə ana dili, riyaziyyat, ingilis dili